Salam hörmətli izləyicilərim. Belə bir naxşı toxumaq istəyirsinizsə, videonu axıra qədər izləyin. Görəcəksiniz ki, bir o qədər də çətin deyil bunu toxumaq. Bu da jiletə, jaketə, papağa, uşaq ədyalına, nəyə istəsəz toxuya bilərsiniz. İlməkləri də ki, 4-4 yığırsan milin üstünə. Artıranda da 4-4 artırırıq. Sapım da ki, 100 qramlıq 350 metrəlik sapdır. Bunun üçün belə bir sapımı götürürəm. Bunun üstə 20 ilmək yığacağım. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmək. 20 ilmək yığdım elimin üstünə. Artıq sapı da kəsirəm buradan. İndi mən burada rezinka toxuyan deyiləm. Kim istəyir rezinka da toxuya bilər. Mən buradan indi bütün ilməkləri tərs toxuyacağım. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə qalan ilməkləri də hamısını tərs toxuyuram. Birinci sıranın axıra qədər hamısını tərs toxudum. Kənarı da tərs toxuyuram. İndi bura tərs üzüdür. Tərs üzündən də bütün ilməkləri hamısını tərs toxuyuram. Buranın da hamısını tərs toxudum. İndi düz üzdən birinci ilməyi götürürəm buradan. 3 tərs toxuyuram. 1, 2, 3 tərs toxuyuram. 1 düz. Yenə 3 tərs toxuyuram. 2, 3 tərs. Yenə 1 düz. Yenə 1, 2, 3 tərs, 1 düz. Sıranı axıra qədər belə toxuyuram. 2, 3 tərs, 1 düz. Kənardan da yenə 1, 2, 3 tərs. İndi arxa üzdən tərsləri tərs toxuyuram, düzləri də düz. Burada bir tərs. Tərs üzdən 3 düz olur, bir tərs. Bir, 2, 3 tərs, 3 düz, 1 tərs. Burada qalan ilməkləri də hamısını tərs toxudum, düz toxudum.
İndi bura düz üzü. Düz üzündən yenə bir sıra tərsi tərs, düzü də düz toxuyuram. İki sıra düz üzdən, iki sıra da tərs üzdən toxuyuruq ki, toxuyanda naxşı düz gəlsin. İndi tərs üzdən yenə. Tərsləri tərs, düzləri də düz bir sıra toxuyuruq. İndi bura düz üzüdür. Formada alınır. İndi burada birinci ilmeğini götürdüm. Tərsləri toxuyuram. 2, 3 tərs. İndi bu düz ilməyə gələndə bu düz ilmənin altından sayıram. Mildəkinlə 1, 2, 3, 4. Burada 5. Mildəkindən 5 ilmək aşağı. Mildəkini saymasaq 4 ilmək. Bir ilmək götürdüm. Birini artırıram. Sonra ondan sonraki ikinci ilməyi götürürəm. Yenə birini artırdım. Sonra üçüncü ilməyi. Yenə birini artırdım. Dördüncü ilməyi. Bu mildəki ilməyi artırmıram. Olduğu kimi toxuyuram. Belə. Yenə bu üç tərsi toxuyuram. 2, 3. Buradan sayırıq. 1, 2, 3, 4, 5. Beşinciden bir ilmek çıxardıram. Sonra bir artırma eləyirəm. Sonra ondan sonraki ikinci ilmeği toxudum. Yenə bir artırma eləyirəm. Üçüncü ilmeği götürürəm. Yenə bir artırma. Dördüncü ilmek. Beşinci ilmeği, mil üstündeki ilmeği artırmıram. Olduğu kimi toxuyuram. Bu formada. Yenə 3 tərsi toxuyuram. 2, 3. Bu düz ilməyə gəldikdə yenə 1, 2, 3, 4, 5-dən götürdüm. Bir artırma elədim. Sonra ikincinə götürdüm. Yenə bir artırma. Üçüncünü. Yenə bir artırdım. Dördüncü ilməkdən çıxardım. Beşinci ilməyi artırmadan toxudum. Yenə 1, 2, 3 ilmək. Yenə bura gəldikdə 1, 2, 3, 4, 5-ci ilməkdən bir ilmək çıxardım. Sonra artırdım. Ondan sonraki ilmək, ikincidən bir ilmək çıxardım. Yenə bir artırma elədim. Üçüncü ilməkdən çıxardım. Birini artırdım. Dördüncü ilməkdən çıxardım. Beşinci ilməyi artırma eləmədim. Yana kənardakı 3 ilməyi toxudum. Formada alındı. İndi bunu arxa özdən, tərs üzündən, bu üzündən. Düzləri, bu yüzden düz ilməklərdir. 3 dənə. 1, 2, 3 ilmək. Düzü toxudum. Sonra bu artırdığım ilməkləri, bu aradakı 3 ilmək dəymirik, onlar qalır. Bu ilməkləri hamısını bir yerdə
götürüb bir ilmek çıxardıram. Yenə 3 düzü toxuyuram. 1, 2, 3. Yenə də bu ilməkləri artırdıqlarımı hamısını aradakı 3 ilmək qalır. Bu qalan ilməkləri hamısını bir yerdə bir ilmək çıxardım. 3 ilməyi yenə toxudum. 2, 3. Bu sıranı axıra qədər elə toxu 1, 2, 3 ilməyi saxlayıram. Düz ilməkləri, bu artırdığım ilməkləri hamısını bir yerdə bir ilmək çıxardım. 1, 2, 3 toxudum. Bu dördüncünü, o yüzden düz olan ilməkdir bu. Bunları bir yerdə bir ilmek çıxardım. Sonra bu kənardakı ilməkləri də düz toxudum. Bu formada belə bir naxşı alınır. Sonra buranı yenə əvvəlki kimi götürdüm. 3 tərs, 1 düz toxuyuruq. 3 tərs, 1 düz. Yenə 3 tərs, 1 düz. 3 tərs, 2, 3. 1 düz. Bu naxış düz ilməklərin üstündə toxunur. Arxadan yenə tərs üzdən yenə də tərsləri tərs, düzləri də düz toxuyuram. Üç tərs, yenə bir düz. Bu formada yenə indi bir sırada düz üzdən, bir sırada arxa üzdən gələndən sonra, toxuyandan sonra bu ilməni, naxşı təzədən toxuyuruq. Təkrar edirik, eynilə olduğu kimi. Sağ olun. Əgər bəyəndinizsə abunə olmağı, bəyən düyməsində basmağı unutmayın. Gələn videomda görüşənə qədər.